Sınıq xətlər mövzusunun izahını verəcəyəm. Deməli, ilk növbədə qaydamızı oxuyaq. Verilən bizə şərti oxuyaq. Deyir, verilmiş şəklin üzərində yalnız sətir və sütunlar üzrə keçən öz-özü ilə kəsişmələrin bütün və qara və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkin. Bu nə deməkdir? Yəni deyir ki, müəyyən bir xətt olur. Məsələn, bu xətt. Bu xətt bütün boz və qara xanalardan keçməlidir. Ağ xanaların hamısını keçməsə də olar. Zaten bizə də deyir ki, sınıq xətt hansı xanalardan keçə bilmir. Hər hansısa bir xanada gəlib birləşməlidir. Lakin bu birləşmə bizim istədiyimiz kimi deyil. Boz və qara xananın müəyyən bir şərti var. O şərtlər əsasında birləşməlidir. Gəlin indi o şərtlərə baxaq. Deyir xətt boz xanadan əgər keçirsə, ya boz xanadan keçirsə düz keçməlidir. Bu nə deməkdir? Yəni ki, mən boz xananın içərisinə xətti qıra sındıra bilmərəm. Yəni belə eləyə bilmərəm. Bu xətt yalnız boz xanadan bu hissədə belə keçməlidir. Baxaq. Görək sonra nə deyir? Deyir ki, sonra lakin ya əvvəlki ya da sonrakı və ya hər ikisində olan xana 90 dərəcə dönməlidir. Yəni ki, boz xanadan keçəndən sonra xana bu hissəyə və yaxud da bu hissəyə belə və ya bu hissədən belə dönməlidir. Yəni xətt boz xanadan keçdikdə düz keçməlidir. Boz xananı bitirdikdən sonra mütləq şəkildə ya ikisindən biri və yaxud da hər ikisi də dönməlidir. Bunu başa düşdük. İndi gələk qara xəttə. Deyir, xətt qara xanadan isə 90 dərəcə dönməlidir. Bu nə deməkdir? Yəni ki, bu xətt burdan belə keçə bilməz. Yəni belə keçə bilməz. Bayaq necə idi? Bozda neynirdi? Düz keçirdi. Amma qara xəttdə 90 dərəcə dönməlidir qara xəttin içərisində. Yəni ki, bu istiqamətdə ya sağa, ya da yuxarı istiqamətdə getməlidir. Sonra deyir ki, təkrar bu xanadan keçəndən sonra növbəti bitişik xanalarda dönməməlidir. Aha. Bax, qara xətt gəldi, məsələn, bu istiqamətdə çöndü. Bunun içərisində döndü. Qara xanadan 2 dənə addım aşağı gəlir. Yəni qara xanadan keçdikdən sonra belə dönə bilməz. Belə vəziyyət olmaz. Yalnız və yalnız düz gəlməlidir. 1 addım, 2 addım düz gəlir, ondan sonra dönə bilər. İndi gəlin verilən şərtləri nəzərə alaraq tətbiq edək. İlk növbədə həmişə kənarda olan qara xəttlərdən başlamağı tövsiyə edirəm. Çünki ondan işləmək daha rahatdır. Ən azından bilirik ki, çünki qara xəttlərdə 90 dərəcə dönmə var. Amma boz xətt belə də gələ bilər, belə də gələ bilər. Bunu bilmirik. Çünki boz xəttdən düz keçməlidir. Gəlin baxaq kənarda olan qara xəttdən. Mən bu qara xətti 2 addım qabağa gətirirəm. Düzdürmü? Nə demişdik? Demişdik ki, təkrar bu xanadan keçəndən sonra dönməməlidir. Yəni mən bunu belə döndürə və yaxud da belə yuxarı qaldıra bilmərəm. Düz xətti gətirdim qara xanadan yuxarı. Sonra mən bilmirəm hələ ki, bu belə dönəcək, yoxsa bu belə dönəcək. Bunu belə saxlayıram. Əla. Bunu belə saxlayıram. Mən bilirəm ki, boz xananın içərisinə dönə bilməz də, düzdürmü? Boz xanadan keçirdirəm. İndi ya bu boz xanadan keçdi, ya yuxarı qalxmalıdır, ya aşağı qalxmalıdır. Çünki nə demişdik? Demişdik ki, boz xanadan düz keçməli. Ondan əvvəlkində görürsüz, sınma yoxdur, qırılma yoxdur. Ona görə ondan sonrakında mütləq şəkildə ya yuxarı istiqamətdə, ya aşağı istiqamətdə qırılma olmalıdır. Yaxşı. Gəlin baxaq yuxarıdakı qara xəttə. Qara xanaya daha doğrusu. Qara xanaya bildik ki, bura nöqtə qoyuram. Qara xana 2 addım gəldi aşağı. Əla. Gördünüz, qırılma nöqtəsi nə oldu? Birləşdi. Bildik ki, bu qara xana ilə birləşib. Əla. İndi bu qara xana ya bu istiqamətdə getməlidir, ya bu istiqamətdə. Təbii ki, qara xana gəlib bu istiqamətdə getsə, bu qara xana ilə birləşsə, artıq qapalı olur. Və biz nə demişdik şərtdə? Bütün boz və qara xanalardan keçməlidir. Ona görə də mən bunu bu istiqamətdə yox, əks istiqamətdə döndərirəm. Bu istiqamətdə döndərirəm. Əla. Gördünüzmü? Boz xanadan düz keçdi və boz xananın əvvəlki xanada, bax bu xanada, əvvəlki xanada dönmə qırılma olmadı. Ona görə mən məcbur bu hissəni belə qırıram. Aha, mən bunu qırdım, gətirdim. Düppədüz gətirirəm. Bu boz xanadan sonrakı xananı yenə qırıram.
Yenə qırıb yuxarı gətirirəm. Əla. Bura qədər hər şey aydındır məncə. İndi gəlin buradakı qaraxanadan başlayaq. Buradakı qaraxananı da 2 addım yuxarı gətirirəm. Aha, burada ya belə istiqamətdə, ya da ki sağ və ya sol istiqamətdə dönməlidir. Düzdürmü? Mən bilirəm ki, bu harasa birləşməlidir, bu dönməlidir. Bunu yuxarı qaldıra bilmədim, çünki qapalı xətt oldu. Məcbur bunu aşağı gətirirəm və buradan qırıb bu xəttlə birləşdirirəm. Artıq yavaş-yavaş sınıq xəttimiz alınır. Və bunu da ən rahat yolla buradan bilirəm ki, burayla birləşməlidir və salam. İndi bizə deyir ki, sınıq xəttlər hansı xanalardan keçə bilməz? Hansı xanalardan keçməyib? 2 və 3-dən keçməyib. Cavab olur Y bəndi. Yenə deyirəm, şərti oxuyaraq daha aydın nəzərə çarpır. Deməli, qara xəttdən 90 dərəcə dönməlidir. Boz xəttdən isə ya əvvəlki, ya sonrakı xanada mütləq şəkildə sınma olmalıdır və yaxud da hər ikisində sınma olmalıdır. Baxın, məsələn, bu xanaya baxın. Bu xanada boz, sonrakı da sınıb, aşağıdakı da sınıb. Yəni xəttlər sınıb. Mövzumuz bu qədər. Ümidvaram ki, mövzu izahını başa düşdünüz.